Psixoloqlar ağlayıblar, yığışdırın tanımadığınız adamlara dərdinizi danışmağı. Yox, balam xeyir ola, mən deyəndə ki, 70 yaşındakı kəftara bax, özündən 30 yaş balaca adama vurulub, olur qeybət. 72 yaşındakı pasiyentim özündən 30 yaş gənc birinə aşiq olduğuna zənn edirdi deyəndə olur psixoterapevtik hekayə. Irvin Yalom eşq cəlladı. Əziz Yalom, bax bu sözü hər adama demirəm. Qədrimi bil. İndiyə qədər oxuduğum o bütün psixoterapevtik hekayələri qoyuram bir tərəfə, bu kitabı qoyuram başqa bir tərəfə. O kitablar, o hekayələr elə bil rəsmi bir çıxış idi, biz ona izahata qulaq asırdıq. Həkim deyirdi ki, mənim belə bir pasiyentim olub, onun filan cür travmaları olub, biz bu travmaları belə işləyib, bu nəticəyə gəlmişik. Burada isə elə bilirsən ki, roman abu-havası var. Müəllif deyir ki, balam biz daş dəmir deyilik, bizim də hisslərimiz var, biz də qarşımızdakı adamı sevməyə bilərik, onunla yolumuzu tezliklə ayırmaq istəyə bilərik. Və bu dediklərin, hiss elədiklərin hamısını bircə-bircə yazır. Təsəvvür edin, pasiyent oturub həkimin qabağında, həkim nə deyir, yox, nə deyir, yox, nə deyir, yox, tamamilə əks mövqedə durub. Axırı həkim bezib deyir ki, ay Allah, nə axmaq adamdır. Və biz o ifadəni bu kitabın içindən oxuyuruq. Bir terapevt təsəvvür eləyin, deyir ki, mənim filan yerdə atdığım addım səhv idi. Kitabda elə pasiyentlər var idi ki, adam oxumağa başlayanda deyirdin ki, bu adam indiyə qədər nə özünə, nə ətrafına bu boyda xeyir verməyibsə, bundan sonra qalan 2-3 ay ki, ömründə nə eləyə bilər? Amma seansın əvvəli ilə ilk seansla son seans arasındakı adamlar bir-birlərini görsəydilər, deyərdilər ki, qardaş, sən kimsən? O dərəcədə böyük dəyişikliklər olurdu. Ən çox mənə maraqlı gələn hissə, biz yuxunu buradan görürük, sabah yadımızdan çıxır, deyirik, Allah bilir, dünən kinoda gördüyüm nə idi, gəlib girib beynimə, yuxumda görmüşəm. Yalom yuxuların hamısına xüsusi diqqət ayırırdı, hamısına. Seans boyunca bütün pasiyentlər gördükləri yuxunun hamısını danışırdı, Yalom onları yozurdu. Yozmaq biraz mücərrəd səslənir. Yalom o yuxuların hamısını analiz eləyirdi. Bu pasiyentin gördüyü filan yuxu filan şeyə dəlalət eləyir, belə deyim, filan şey deməkdir. Burada gördüyü bu hadisə özünə işarədir, bu hadisə uşaqlarına işarədir, bu hadisə filan hərəkətinə işarədir deyib, yuxuların hamısını bir-bir analiz eləyirdi. Amma xainlıq eləyib, nə mənada, söz nəsil mənasında cığallıq eləyib, pasiyentlərin sağalma proseslərin belə daha ötəri yazıb, belə deyim, üstündən keçib ki, zəhmət çəkib gələrsiniz terapiyada, seansda özünüz görərsiniz ki, adam bu travmadan necə sağalır. Bu kitab sırf psixoloqlar və ya psixoterapevtlər üçün deyildi. Bu sahəyə marağı olan oxucuların ləzzətlə oxuyacağı kitablardan biridir. Çünki bir növ roman abu-havasında olan kitabdır. Eşq cəlladı. Bir də ki, qeybətçil xalalara fikir verməyin. İndi hamının psixoloqa ehtiyac var. Psixoloqa getmək ayıb deyil.